Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyi birgə məlumat yayıb. Ağdam rayon polis şöbəsində polis serjantı kimi çalışan Xəyyam İsmailov xidmət vaxtı Ağdam rayonunun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb. Zərər çəkmiş 1988-ci il təvəllüdlü Xəyyam sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə metronun Koroğlu stansiyasının qarşısında qeydə alınıb. Belə ki, Toyota Prius markalı avtomobil 24 yaşlı Ceyhun Səxavətoğlu Abbasovu vurub. Gənc oğlan hadisə yerində ölüb. Faktla bağlı Nizami rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.